Salam dəyərli izləyicilər, Bir Fidanlıq söhbətə xoş gəlmisiniz. Bugün bizim ilk buraxılışımızdır və yeni bir enerji ilə başlayırıq. Tural bəy, xoş gəlmisiniz. Xoş gəldin. İlk qonağımızsınız bizim. İnşallah maraqlı bir söhbətimiz olacaq bugün və istəyirsinizsə suallara başlayaq. Buyurun. Sizə də uğurlar arzulayıram. Çox sağ olun. Deməli, birinci sualımız budur ki, sizin sosial medialarda adınız Turalizm kimi gedir. Yəni bunun adı nə, yəni bunun mənası nədir ümumiyyətcə? O vaxt o adı yazanda özümdə bilmirdim. Deizm, oxuduğum, eşitdiyim nəzəriyyələr əsasən mən də hansısa fikrim var, mən də sabah kiməsə nəsə deyəcəm deyə elə qoymuşdum. Amma sonra onu yazanda o qədər düşünməmişdim da adı. Sonradan yaşlaşdıqca, böyüdükcə gördüm ki, hardasa nəsə məna kəsb eləyir də, elə də qaldı. Əslində maraqlıdır. Yazanda adı ilk dəfə yazanda bilmirdim də. Sonradan fərqinə vardım ki, ya normal adda hansısa fikir ifadə eləmək olar. Sizin statusunuz kimi çox yerdə bu ad gedir də, Turalizm kimi. Normal həyatda ailədən başqa heç kəs Tural demir də, amma Turalizm deyir. Oturdu cəmiyyətə. Deməli, mən bir çox sosial medialarda sizin poeziya sahəsində paylaşdığınız şeirləri görürəm. Görürəm ki, yəni sizin bu poeziya sahəsi ilə sanki əlaqəniz var. Yəni mənə də maraqlıdır ki, həqiqətən əlaqəniz varmı sizin bu poeziya sahəsi ilə? Bu elə şeydir ki, bu iki cür istedad var. Biri fitrətdən doğulan, hansı ki fitri dediyimiz, biri də ki sonradan olan. Bunların arasında fərqi onsuz da görürsən də. Ya şair olsun müğənni, aktyor, iki cür istedad olur da, fitrətdən doğan, bir də sonradan gələn. Bu elə şeydir ki, mən durum sabah şair olacağam deyə hərəkət eləmirsən. Bu səndə olur. Nə ilənsə bunu üzə çıxarırsan, hansısa bir digər şairlə, ya hansısa bir kitab oxuyursan, görürsən, səndə də həvəs yaranır, yazmağa başlayırsan, görürsən ki, səndə bu var da. Bir də sonradan o qədər kitab oxuyursan ki, o qədər filmə baxarsan, o qədər yazı oxuyarsan, şeir oxuyarsan ki, ya gedərsən bəhirləri öyrənərsən, sən hardasa qafiyə tutmağı öyrənərsən də, gəlib şeir yaza bilərsən. Amma bu fitri deyil də, fitrətdən doğanda onu bilmədən eləyir də. Bəhri bilmir, amma yazır, şeiri yazır, görür ki, heç özü bilmir hansı bəhirdədir. Amma şair başı çıxan adamlar görür ki, bu atıram Həcaz bəhrindədir, ya bu digər bəhirdədir də. Yəni, o sabah məndə həvəs var deyə olmur. O yaranır 5 yaşından, 6 yaşından, bəzən 20 yaşında, bəzən heç ömrü yaşayırsan, qabağına çıxartmır onu ki, sən doğrudan da şairsən. Əslində bədahətən gələn bir şeydir bu. Yəni hər bir insanda məncə olmur da bu bacarıq. Amma yəni bu elə bir şeydir ki, sizin sözünüz kimi də, yəni əvvəlki yaşlardan gələn bir şeydir bu, uşaqlıq yaşlarından. Məsələn, mən özüm uşaqlıq yaşımda şeir yazırdım bir müddət. Amma sonra dərsə başlarım qarışandan sonra, yəni o qədər də çox vaxt ayırmadım şeirə. Amma yəni həqiqətən də şeirlərinizə qulaq asırıq, yaxşıdır. Estağfurullah, var olun. Deməli, belə bir sual da verim. Hazırda sosial mediadasınız da, yəni gələcəkdə bu sahədə davam eləmək fikriniz var və fərqli yeni ideyalarınız varmı? Məsələn, YouTube kanalı açmaq olsun və ya digər. Bu elə mənim üçün, bunun təkəbbürlü üçün də demirəm, bu elə mövzudur ki, yəni mən məsələn adi insandan belə doğrudan heç insan deyəndə adam özünü doğrudan mən sözünü işlətməkdən xoşum gəlmir. Çünki hardasa təyyarəyə baxanda, təyyarədən baxanda aşağı görsən ki, doğrudan insan heç kəsdir də. Mənim adi insan kimi hesabım var da, məsələn, qardaşım ola bilər, hesabı var, şəkil paylaşır, mən şeir yazıram. Sabah istəməsəm davam eləməyəcəm, ya YouTube böyütmək kimi. Ya elədiyim elə bir məhfumdur ki, bu şeirdir, hardasa sözdür. Bunun YouTube'da mən nə deyə bilərəm ki, və yaxud da ki, çöldə nə deyə bilərəm, ya sosial hər hansı bir digər şəbəkədə nə deyə bilərəm ki. Yəni şeirdir, o YouTube'da da ola bilər, sabah çöldə də deyə bilərsən. Onun fikrini böyütmək, şeirin nəyini böyüdərsən ki, maksimum səni sevməyən insanlar o şeirlə təskinliyi tapacaq. Yenə də o sənin öz uğurun deyil ki, sözə qoyulan hörmətdir də. Mən fikrimi cəmləşdirim. Yəni sosial mediada mənim üçün də mən hardasa özümü heç bloger də demirəm. Nəyisə inkişaf elətdirim, ay vlog çəkim, sabah kino çəkim. Yəni bir fikrim yoxdur da. Bu gün yazmaya da bilərəm. Deyərəm ki, bunu paylaşmıram, qalacaq məndə. Yəni inkişaf. Şeirlərin çoxu sizə aiddir də yəqin ki. O nə görülübsə, hansı ki o bəlli eləyirəm də orada ki, bu mənim şeirim deyil, bu filan kəsin şeiridir, amma əksəriyyət öz şeirimdir. Bəs sizcə izləyici qazanmaq çətindir, yoxsa onu saxlamaq? Bu cəmiyyətdən söhbət gedirsə, Azərbaycandan gedirsə, yəqin
Bu ölkədə o qədər asandır ki, məşhur olmaq da. Hər şeylə məşhur ola bilərsən. Həm azıq, 10 milyondur, həm də aktiv istifadəçidir. Hamı rayonda ucqar nöqtədəki də insan da sosial hesabı var, burada da var. Çox asandır, amma saxlamaq o qədər utopik cəmiyyətdir ki, o qədər öz komplekslərində boğulan cəmiyyətdir, başa düşdünüz. Bu gün hamının çox empati hissi yoxdur. Bu gün hamını çox rahat qınayır, başa düşdünüz. İki sözə qəhrəman olursan, iki dənə hərəkətə çox düşmən ola bilərsən, başa düşdünüz. Bu ölkədə saxlamaq çətindir də, bu cəmiyyətdə qoruyub saxlamaq çox çətindir. Hardasa bir insanın kütləsi hardasa bir 20 il çəkir də maksimum. Maksimum 20 il. 20 ildən sonra gedir. Daha ən pikləri deyirəm 20 il. Hətta görürsüz ki, bir müddət bir insan aktiv olur, yəni sosial medialarda adı çox çəkilir də, amma müəyyən vaxtdan sonra artıq o qədər də elə bil ki, çox göz önündə olmur. Yəni başqası artıq onu üstələmiş olur, belə deyim də. Bezən cəmiyyəti ona görə. Biz hər gün yenilik axtarırıq, başa düşdünüz, hər gün yeni nəsə. Bir də ki, yenə də hardasa gəlib cəmiyyətə çıxır. Cəmiyyət o qədər pis də demək istəmirəm. Cəmiyyət o qədər bilmir ki, kim məşhur eləyir. O məşhur elədiyi adamın istedadı yoxdur. O yenilik gətirə bilmir, başa düşdünüz? O yenilik gətirməyəndə də o bezir cəmiyyət ondan. Hansı ki, cəmiyyət yenə onu məşhur eləyib. Amma o yeni istedad verə bilmir, axı yeni nəsə verə bilmir sizə, başa düşdünüz? Ona görə o təzədən unudulur. Yerinə biri gəlir, o da istedad göstərə bilmir. O da bezdiricidir. Belə-belə döngüdəyik də. Bəli. Bəs belə bir sual da verim. Günün hansı saatı sizin üçün sakitlik vaxtı hesab olunur? Bu da nisbi anlayışdır. Bəzən çox xaotik vəziyyətdə gedərsən, elə rahatlıq taparsan ki, bəzən çox sakit yerdə insan öz daxilindəki fırtınalar qopur, narahat olursan da. Buna mən deyənmərəm ki, mən deyərəm saat axşam 12-də, sən deyərsən ki, saat 10-da səhər-səhər mən sakit oluram. O adama görə dəyişir. O olduğun vəziyyətə görə, kəmiyyətə görə dəyişən bir şey. Məsələn, məndə çox vaxtı, mən günün belə deyim də, birinci saatları, gündüz vaxtları. Mən çox belə odaqlana bilmirəm bir şeyə, amma mən gecə vaxtı elə bil ki, sanki işlərimə daha çox odaqlana bilirəm, daha çox fokuslana bilirəm. Dərsləri də məsələn çox vaxt gecə oxuyuram. Yəni məsələn biri var gecəci insan, biri var ki, gündüzçü insan da, yəni. Amma görürsən özün deyirsən, nisbi anlayışdır. Mənə görə də məsələn səhərdir, işlər səhər görürsən, axşam yorğun olursan da, fikrə gedirsən belə. Dəyişir, adama görə dəyişir. Sizcə insan daxilindəki fırtınaları necə sakitləşdirə bilər? Yəni ruhani dəyərlər bu sakitliyi tapmağa kömək edə bilərmi sizcə? Rad surəsində deyir, qəlblər ancaq Allahı anmaqla təskinlik tapır da. Birbaşa biz o qədər unuduruq ki, elə sözüm qaçıq, mən burada demirəm, mən möminəm, mən burada demirəm, mən 313 nəfərdən biriyəm də, mən çıxdıq qalır 312, yox. Biz hamımız unuduruq da, Allaha, atıram, sevgidən danışaq da, biz məhəbbət göstərdiyimiz adama bugün məvəddət göstəririk, o da Allahın doğrudan xoşuna gəlmir. Məvəddət də bilirsiniz nədir? Məhəbbət göstərdiyimiz adama artıq onun istədiyi kimi yaşayırıq bir dövrdən sonra, ona məvəddət deyirlər də. Əslində o Allah olanda, Allahın istədiyi kimi yaşamalıyıq, başa düşdünüz. O da insanlara, bəndələrə veririk o sevgini, Allahın da acığına gəlir də. Ona görə ruhumuz əslində təskinliyi tapa bilmir. Səhv ötürürük sevgini. İnsana olan sevgi, Allah olan sevgini biz insana ötürürük. Füzulidə də belə bir şey var da. Füzulinin ümumiyyətcə qəzəllərində ən çox sevgi, belə deyim də, Allaha qarşı vurğulanır orada əsasən. Yəni sevgini Allahla əsasən orada əlaqələndirirlər. O da nisbi anlayışdır. Kiminə görə? Məsələn, mən araşdırıram. Mənə görə o vaxt utanıblar sevdiyi xanıma nəsə deməyə. Mənə elə gəlir, olmaya da bilər. O demək deyil, o ancaq xanıma yazıbdır. Mənə elə gəlir ki, məsələn, 50-50-dir. Elə fikirlərini oxuyursan ki, mən düşünmürəm ki, onu Allaha deyir. Amma elə şeylərini oxuyursan ki, deyirsən ki, bu Allahadır. Məncə dövrə görə utanıblar o dövrdə etiraf eləməyə. Deyiblər Allahadır. Amma götürəndə, məsəl üçün, Nizaminin Leyli Məcnun əsəri ilə, hansı ki, bu Nizami başlanğıcını yazır. Nizaminin əsəridir də, Füzuli ondan götürüb. Nizaminin Leyli Məcnununu oxuyanda görürsən ki, dövrün halları, dövrün mədəniyyəti onu tənqid eləyir. Amma Füzulidə oxuyanda başa düşürsən ki, orada Məcnun sonunda sevgini Allaha aparır da. Füzulidə də onu başa düşürsən ki, sevgi Allaha gedir. Tamam fərqli-fərqli yazıblar ona.
Füzuli mənə elə gəlir Azərbaycan ədəbiyyatının başlanğıcıdır da, banisi və başlanğıcıdır. Məsələn, Əruz da ondan gəlir də. Bugünkü meyxana da kökü gedir yenə Füzuliyə çıxır. Bugünkü bütün şeirlərin yenə kökü gedir Füzuliyə çıxır. Həqiqətən də poeziya ilə əlaqəniz daha dərindən imiş. Deməli belə bir sual verim. Sizdə dostluqda, yəni belə deyim də, dostluqda sizə görə ən vacib dəyər nədir? Yəni dostlarınız falan var? Burada yəni, desəm ki, dostluq, yəni mən satqın olmasın, yaxşı, pis günümdə yanımda, bu yalandır. Mənə görə insan ümumiyyətlə kriteriya seçmir axı dost tapanda. Bir hadisələr yaşayırsan, illər keçir, o sənin dostun olaraq qalır. Ondan sonra sən oturub deyə bilərsən ki, hə, bu dostumda bu kriteriyalar var. Mənə görə dostluq bilirsiniz nədir? Bu sən olmadan da başa düşən biri. Mən bir şey deyəndə o onu anlamalıdır, başa düşdün? Dostum odur. Bir də o deyirlər pis gündə mənim yanımda. Mənə görə yaxşı günündə, yaxşıda da pisdə də olmalıdır. Yaxşı gündə sənin uğuruna sənə qədər sevinəndir də dost, başa düşdün? Belə bir şey var, əslində bu da nisbi anlayışdır. Yəni bəziləri deyir pis gündə olmalıdır, bəziləri deyir yaxşı. Yaxşıda olanda deyirlər pisdə olmur, pisdə olanda deyirlər yaxşı. Amma məncə hər ikisində olsa daha yaxşı olur. Mən düşünürəm pis gündə onsuz da kimisə tapır insan. Mən ümumiyyətlə pis günü daimi olan bir şey deyil. Bu pis bitən bir şeydir də, başa düşdün, qutaran bir şeydir. Nə qədər pis gedir ki, bir dövrdə dayanır. Amma yaxşı gündə mən az görmüşəm yanında sənə qədər sevinən insan, başa düşdün. O kim eləyirsə o dostudur onun. Lap kökünə də gedəndə Allah da adamın dostu. Eləsinə mənfəət yoxdur. Bəli, əslində elə odur. İnsan sizcə ən çox nədən yorulur? Yəni ümumiyyətlə insanı yoran həyatdır, yoxsa insanın elə özüdür? Ətrafdakı insanlar sizcə yorur insanı, yoxsa həyat? İnsanı yoran, o həyat da var. Bu siz nə tər sualdır? Bu həyat da yorur, insan da yorur, amma ən çox yoran yanılmaqdır, başa düşdün? Bir iş görürsən, sonacan davam edirsən, alınmır, yanılırsan. Bir insana güvənirsən, əmək verirsən 10 il, 15 il. Bir biznes işi görürsən, əmək verirsən, yanılırsan. Məsələn, mən əmək verdiyim işdə uğur qazansam, mənim üçün yorğunluq olmayacaq da, nəinki mənim üçün, hamı üçün yorğunluq olmayacaq. Amma o iş uğursuz gəlsə, yanılsam, yorğunluqdur. Mənə gəlir başdan elə bir söz olsaydı yanılmaq olardı. İnsanı yorur. Elə özü də yorur. Yəni hisslər yorur da insanı. Yəni yanılma hissidir, peşmançılıqdır. Yox, peşmanlıq başqa şeydir, bir işdə yanılmaq başqa şeydir. Mən bir işi görərəm, uğursuz olar, yanılmış olaram. Amma mən o işə görə peşman olmaram ki, bir də eləyərsən, bir də yanılarsan. Öyrənir də insan həm də. həm də. Həyat budur, başa düşdün. Sizcə qismət nədir? Yazılmış taledirmi, yoxsa seçimlərimizin nəticəsi? Qismət. Deyir, biz insanların talehini onların fəaliyyətinə görə yazdıq. Bəlli bir şey var, hansı anadan dünyaya gələcək, harda Bakıda doğulacaq və yaxud başqa ölkədə, amma yəni hər şey öz əlimizdədir. Orada deyir axı biz insanların talehini onların fəaliyyətinə görə yazdıq. Bugün mən bu dəqiqə buradan durum, gəlib özümü atım, ölüm mənim qismətim buydu. Buna inanmaq üçün dəli olmaq lazımdır da. Bu hər şey öz əlindədir. Amma yenə mən bu öz fikrimdir. Mən elə gəl biz hər şeyi yaşamışıq, bitirmişik dünyada. Biz təkrara baxırıq. Əslində mən də onu fikirləşirəm. Bilirsiniz niyə? Məsələn, insan sözünün mənası bir gözün bəbəyində qara nöqtə var. O deməkdir. Bir də unutmaq demək, unutqan deməkdir də. İslam da zikri buyurur. Zikrin də hərfi mənası təkrarlamaq deməkdir. Sonra dejavu da yaşayırıq. Hansı ki dejavu deyirik ona, beyin yorğunluğu deyirik. Tipdə gördüyümüz şeyi təkrar elə bilirsən ki, görmüşük bu şeyi. Ruhumuz bəlkə də başqa bədəndə olur. Mən elə gəlir ki, orada da deyir axı, aləmlərin Rəbbi deyir də, düzdürmü? Ortada cəm halında deyir. Aləm demir ki, mən elə gəlir başqa aləmlər də var. Kiməsə topik gələ bilər bu fikirlər. Mən elə gəlir başqa aləmlər də var və biz orada sınaqdan keçməmişik mi deyim. Ona görə bugün təkrarlanır və bu da bitib deyə zənn edirəm. Bizə göstərilir bu, başa düşdün? Oradan gəlirəm, çıxıram ki, qismət insanın fəaliyyətinə görə ölçülür də, yazılır. Düzdür əslində. Yəni qismət belə bir anlayışdır da. Bəzən deyilir ki, insan doğulanda onun qisməti həmin an yazılır da. Amma bir müddətdən sonra o insan ola bilər ki, bəlkə, yəni məsələn mən tutaq ki, yola çıxıram,
fikrim dəyişdi, çıxmadım, amma mənə sonra dedilər ki, tutaq ki, qismətdir, getmədin, amma mən o yola təzədən çıxdımsa nə oldu? Onda qismətimi dəyişmiş oldum. Yəni yenə belə deyim də, anlayış tam belə yazılmış yox, o sənin seçdiyin cavablar da, variantlar da, getdiyin yolda əvvəldən yazılıb bitirilibdi. hə. Sadəcə seçimi sənə qoyur ki, sonda yenə biz insanıq da, nankor. Gedib Allaha deməyək ki, mən bunu seçəcəydim. Niyə belə oldu? Bu sənin seçimindir. Allah yenə sənə seçimləri verir. Amma yenə də cavabı bilir ha sonda. Başa düşdünüz? Ona görə deyirlər, yazılmış, bitirmiş bir şeydir, amma içində yenə dəyişikliklər eləyə bilirsən. O dəyişdirdiyin şeyi də yazıb əvvəlcədən, başa düşdün? Ona görə mən təsadüfə bu gün Elə o sual çox adam verəcəkdim. inanır. Təsadüflərə inanırsınız? Yox, həyatda hər şey zərurətdir deyirəm mən. Çünki bu yaxda danışdıq qismət faktorunu. Təsadüf Bəlkə də olacağı var imiş məncə. O elə bir anlayış da var. Çünki bilirsiniz niyə? Məsələn, ola bilər ki, tutaq ki, bir insan bir iş görür, o iş alınmır da, uğursuz olur o işdə. Ona görə təəssüflənir, üsyan eləyir, amma zaman gəlir bəlkə elə belə deyim də, qismət elə bəlkə qismətə yenə gəlib çıxırıq. Bəlkə elə belə olacağı var imiş. Sonra gedir başqa insanlarla qarşılaşır, o insanı tanıyır. Amma o həmin uğursuzluğu yaşamasaydı insanı tanımazdı məsələn. Yəni müəyyən insanlar dostdu, tanışdı. Yəni hər bir şey belə deyim də təsadüfə məncə də bağlamaq olmur. Bəlkə də olacağı var imiş. Bəzi şeyləri mən heç nəyə təsadüfə bağlamıram. Kəpənək təsirindən tutmur. Eşitmisiniz? Kəpənək təsirini atıram. Xırdalanda əsən küləyin Amerikada təsiri var, bir-biri ilə bağlayır. Bugün bura gələndə tıxacda 3 dəqiqə dayandıq, 3 dəqiqə bura gec gəldim. Həyatda dostumuzu gördük, 3 dəqiqə tez gəlsəydim onu görməyəcəkdik. Hə, elə mən Bura də onu 3 dəqiqə gecikdim, çəkiliş 3 dəqiqə gec elədi, atıram. Montajı 3 dəqiqə gec olacaq. Nəsə öyrənmiş də olursan. Yəni o dəyişir də, başa düşdün? O görsən ki, bu sənin, mənim təsadüfi deyil, bunlar zəruridir. Yəni insan belə deyim də, sizcə həqiqəti unuda bilir, yoxsa həqiqətə örgəşir? Həqiqət deyəndə məsələn, başımıza gələn bəzi hadisələr var ki, yəni o hadisələrə təəssüflənə bilirsən də, yəni o hadisələrə örgəşirik sizcə, yəni unuduruq bunu, yoxsa necə? İnsanın sağalma prosesi məncə qəbullanmaqdır, həqiqətlə razılaşmaqdır. Ancaq orada təskinlik tapa bilərsən, ancaq orada yenidən başlaya bilərsən. O qəbullanmamaq adamı çox arxaya aparır. Nətər deyim mən sizə? Bir müddət sonra insan elə bir varlıqdır ki, istər-istəməz unudur əslində məncə. İtirdiyi insanlardır məsələn. Əslində unutmamalı. Çünki bir insana düşün, 30 yaşı var. Bu insan necə insan olubdur? Bu travma yaşayır uşaqlıqda, məktəbdə travma yaşayır. Böyüyür, yenə travma yaşayır, universitetdə, iş yerində, başını açır, kimisə itirir, kimisə qazanır. Bu, unutmaq istədiyimiz şey əslində bizi biz eləyən şeydir. Yəni, o unutmaq istədiyimiz o acı ilə, ağrı ilə, itki ilə, qazandığımız unutmaq istədiyimiz adamla, qazana bilmədiyimiz unutmaq istədiyimiz adamla, o bütün unutmaq istədiyimiz şeylər var. O bizi əslində biz eləyən adamdır təcrübəsi ilə, o insanın üzünə baxırsan ki, yaşanmışlıqlar var. O unutsa o olmur, başa düşdün? İnsan eləyən faktordur, o yaşa həyatdır bu. Həyatdır. Hər şey gül mümkün deyil, ola bilməz. Mümkün ola bilməz. Depressiyaya aparar. Hər gün yaxşı şey olsa. Psixoloji problemlər yaranar bir müddət sonra. Məsələn, Norveç ən xoşbəxt Finlandiyadır. Norveçi niyə misal gətirirəm? Ən xoşbəxt insanlar cəmiyyət oradadır, amma dünyada ən çox intihar hadisəsi orada baş verir. Adam həzdən bilmirlər nə etsinlər. Çünki pis heç nə yaşamırlar, başa düşdün? 16%, 18%, Azərbaycanda 0.neçə%, dəqiq 1% deyil bizdə. Çox belə mükəmməliyyətçilik də əslində insanı bir müddət sonra uçuruma aparır. Yəni insanlar xoşbəxtçilikdən uçuruma gedirlər də. Yəni elə bil ki, nəsə axtarırlar. Əslində belə deyim də, həyatda nəyəsə çatmaq üçün illər boyunca mübarizə aparmaq məncə daha maraqlıdır ki, yəni o məqsədə çatana qədər mübarizə aparırsan da. Amma əgər onu tezliklə əldə edirsənsə, bir şeyin məncə marağı qalmır. Amma məqsədə çatanda başa düşürsən ki, məsələ səni xoşbəxt edən məqsədə çatmaq məqsəd deyil, o çatma yolu var. O yol çox başımıza gəlib. Bir maşın almaq istəyərsən, çox işləyərsən, savaşarsan, plan qurarsan, alandan bir müddət sonra o maşın sənin üçün dəyərli deyil. O almaq yolu o həzz verir.
Elə mən də onu deyirəm. Mənə həmişə onu deyirlər ki, sən deyir bir şeyə çatandan sonra tez soyuyursan da, elə bil ki, heç bir müddət vaxt, yəni onun üstündə əlləşirsən ki, yəni mən bunu alım. Alandan sonra da elə bil ki, heç almalı deyilmişsən. Həyat belədir. Ona görə deyirik ki, həmişə xoşbəxt olmaq olmaz. Mübarizədir həyat. Sizcə insan həyatda nə vaxt həqiqətən böyüyür? Yəni yaşla böyüyür, yoxsa hansısa bir hadisə yaşayır, ondan sonra böyüyür, həyatı dərk eləyir? Adam var, gəzir öyrənir. Adam var, oxuyur öyrənir. Adam var, yaşayır öyrənir. Yaşı artdıqca öyrənir. Adam var 40 yaş var, heç nə öyrənməyib. Adam var 13 yaşında küçədə böyüyüb, öyrənib. Bu da hər ikisi hesab olunur. Daha çox böyüdən insanı yaşamadıqlarıdır, yaşadıqlarıdır. O yaşamaq istəyib yaşamadıqları böyüdür. Hə. Mən elə deyərdim. Yaşamadıqlarını elə bil yaşayandan sonra da dərs götürür, böyüməyə başlayır. Belə bir sual verim. Sizin sosial mediada yaxınlıq elədiyiniz insanlar varmı? Yəni ümumiyyətcə belə bir yerdə iş görə biləcəyiniz insanlar? Bura elə sferadır ki, nankördür. Mən hardasa 2017-dən sosial şəbəkədəyəm. 17-dən, hə. 2017. Müəyyən qədər kimsə tanıyır, müəyyən qədər kimsə izləyir. Sağ olsunlar. O qədər şeylər görmüşəm ki, heç kəslə çox məsafəli olmaq olmur. Hamıya eşi düşür. Hamı ilə də yaxınlıq eləmək olmur. O bir sənət ola bilər dostum olsun, sosial şəbəkədə olsun, ola bilər dostum olsun, yəni heç bir bloger falan olmasın da. Yəni o mənə elə gəlir böyük məsələ deyil. Ola da bilər, olmaya da bilər. Amma əslində bu sahəyə başlayanda, yəni istər-istəməz ətrafda blogerlər olur da. Yəni o qadın blogerlərə aiddir. Onlar məcburdular bir-birlərini izləsinlər. Onlar məcburdular dost olsunlar. Çünki orada hamısının bir-birinə işi gedir. Çox o tərəflə belə içli-dışlı deyiləm. Ona görə çox deyə bilməm. Amma mənə elə gəlir ki, o xanım blogerlərə aiddir ki, bir-birlərinin sevməsələr də yaxınlıq olsun. Çünki onlar gəlirləri reklamdır. Reklam olması üçün bir-birlərindən daim işləməlidirlər ki, reklam qazansınlar. O məncə bilmirəm, mən özümə tam bloger də deyə bilmirəm. Amma xeyli, yəni əslində kifayət qədər kütləniz var. Məsələn, adınızı çox yerdə deyəndə tanıyırlar sizi. Elektralizm kimi də tanıyırlar. O bir sənə dəryada damcı olmaq, kiməsə hansısa sözlə, mən özüm önəmli deyil mənim üçün. Hansısa sözüm, kimsə təskinlik tapıb, söz o qədər önəmli məhfumdur ki, biz sizlə tərif. Aləmdə insandan böyük cövhər yoxdur. İnsan aləmində də sözdən böyük cövhər yoxdur. Söz o qədər önəmlidir ki, söz hardasa ədəbiyyata bir qram, bir damcı nəsə qatmışamsa, hansı insanın öz içinə təskinlik vermişəmsə, nə xoş mənə. Sözə xatir baxırlar. Məncə də elə düz eləyirlər. Mənim öz şəxsiyyətim heç kim önəmli deyil, önəmli olmamalıdır. Çıxan sözdən gedir məsələ. Söz o qədər dəyərlidir ki, insandan daha üstün varlıqdır. Çünki insan özü də sözdür. Biz burada danışırıq, söz olur. Enerji deyilən şey hər sahədə metafizika, o da sözdür. Deyirlər, ağzından çıxartdığın sözə diqqət elə. Söz qaldırar, söz salar. Allahın özü də söz deyəri gəlsə, başa düşdünüz. Sözdən dəyərli heç yoxdur. Kim izləyirsə, yəqin ki, sözə görə, sözə qiymət verirlər, var olsunlar. Mən nə deyə bilərəm? Bəs belə bir sual verim. Əgər həyatınızda bunu yaşamasaydım, indiki mən olmazdım dediyiniz hadisə olub? Olub, çox olub, amma bu intimdir də. İntim bilirsinizdə, intim şəxsi deməkdir də. Çox olub da, amma bu mənim üçün mənlə olan bir şeydir də. Mən onu deyəm, mən elə biləm ki, mən özümü qoruyuram o hadisələri deməsəm ya da salmasam. Təbii ki, olub ki, o qədər şeylər yaşayırsan ki, böyüyürsən. Amma bu çox intimdir, o çox şəxsidir. Bu Allah sən, bu özünün aralığında bir şeydir də. Hə, belə bir sual verim. Əslində siz astroloq deyilsiniz. Əslində deyiləm. Amma canlı yayınlarda hamının ən çox sizə verdiyi suallardan biri bürclər haqqında olur da. Bunu səhv eləmişəm. Bir dəfə bürcdən danışmışam. İnan Allaha ki, səhv. Mən heç nə bilmirəm. Mən öz dostumun bürcünü bilirdim. Belə bürcdən video çəkmişəm. Səhəri gün mənə müraciət edirlər. Həftəlik xəritəyə baxırız. Ay Allah, nə xəritə nədir? Mən nəyə baxacağam? Mən bir ara elə bilirdim ki, siz astroloqsunuz. Yox, dəxlisi yoxdur. Sonra zarafatlaşırdıq. Hərə bir bürc deyir. Mən də ağlıma gələni danışıram və buna inanırlar. Sonra gördünüz ciddiləşdirmək. Bu da dəyişən bir şey. O da insan
bəzi günlərdə doğulan insan, məsələn, Afrikada bir Angola bölgəsində doğulan ox atanın taleyi haqqında fikir bildirmək məncə çətin deyil. Az çox bilərsən də onun axırı hara gedəcək də. Adam Afrikadadır. Mən Tokyoda doğulmuş ox atan haqqında fikir bildirmək asandır da. Bilirsən ki, uğurlu gələcək olacaq da. Ümumidir də yəni. Bunu əslində bürcü günə yox, bu doğulduğun yerə görə eləmək lazımdır. Bizim millət bunu daha yaxşı bilir. Ona görə biz tanış olanda demirlər, hansı bilirsən, dilə hara alsan başa düşdünüz. O bölgəyə görə olmalıdır məncə insan xasiyyəti. Çünki dünyada neçə min dənə ox atan var, neçə milyon dənə, milyard dənə, məsələn 12 dənə bürcü var, 7 milyard insan var, düzdürmü? Gəlir 2-3 milyarddan biri eyni bürcüdür. Başa düşdünüz. Bu qədər insan eyni xarakteri daşıya bilməz. Əslində Azərbaycanlı olduğunu demədən göstər var, məsələn. Baxırlar ki, tipik Azərbaycanlıdır da elədiyi hərəkətlər. Ona görə bizim millət yaxşı bilir, hara alsan deyir. Hansı bürc sən demir. Məncə o bürc işini də elə doğulduğun yerə görə eləmək lazımdır. İndi bundan sonra vəbşə girib canlıda bürclərdən danışacaqlar. Belə inancınız var bəs bürclərə? Yəni oxumusunuz heç kitabı falan belə olsun? Öz bürcüm haqqında oxumuşam, amma ay yüksələn, oğlağa fırladırlar, çevirirlər, əqrəbə fırladırlar. Yəni inanmıram. Heç məsələn o da səmimiyyətsiz gəlir. Bu gün deyirlər ki, sən tərəzisən, əkizlər bürcsən, məndə uyğun gəlməz. Elə atıram amma yenə də Ronaldo gəlsə, hər o adam o sözü deyən adama ki, mən sənə evlilik təklif eləyirəm də, bizdə alınmaz, kim yox deyəcək. Ronaldo gəlib də sənə başa düşdün. Kim sənə deyir yox deyəməzsən ki, ona görə bəhanədir də bürc. Çox da önəmli deyil. Bəhanə də, yəni insanlar bəhanələrə müraciət edəndə bürclərdən çox vaxtı girirlər. Ümumiyyətcə siz belə özünüz nə bürcüsüz? 23 noyabrda bu gündür, ox atan bürcüyəm. O özü qarışır. Məsələn, o gün mənə dedilər ki, həm də əqrəbsən, həm də oğlaqsan. Çox önəmli vermirəm. Mən də 23 yanvaram. Mənə də çox vaxt elə bilirlər oğlaq. Yəni əslində 2-3 gün fərq var. Dolça bürcüyəm də mən də. Belə yəni biraz fərq var, amma deyirlər ki, çox vaxt yaxınlıq olanda oradan götürürlər. İnanmıram mən elə şeyə. Mən də inanmıram. Son olaraq dəyişən bir şeydir axı. İnsan dəyişir axı. Bu gün 15 yaşındakı sənlə 25-dəki sən eyni ola bilməz ki. Ola bilər müəyyən gündə doğulan insanlar oxşar xarakterlər daşısın, amma bütövlükdə bütün xarakterizə eləmək olmaz axı. Olmur. Bürcə görə. Yəni də hörmət edirik astroloqlara. Yəni öz işləridir. Sənət deyil. Peşə də deyil. Yəni sahədir də. Uğurlar hamısına. Belə bir sual da verim son olaraq. Gənclərə nə tövsiyə verə bilərsiniz? Yəni bugünkü gənclərimizə. Vallahi mən özüm də gəncəm. Biraz bəlkə də acı çıxarım. Mən bu ölkənin gənclərinə bir ümidim yoxdur. Empatiya hissindən kənar. Bayaq dediyim kimi öz komplekslərində boğulan cəmiyyətdir. Çox tez yarğılayan, çox tez qəhrəman eləyən, çox tez düşmən eləyən. Yəni istisnalar təbii ki var. O istisna dediyim gənclərə mən kiməm ki, məsləhət verim. Doğrudan hamı özləri yaxşı bilir nə edirlər. Yəni mən özümün 27 yaş var, mənə məsləhət verən lazımdır. Doğrudan sözün əsl mənasında. O yerdə qalan kəsi ümidimin olmadığı onlara heç nə təsir eləməyəcək, mümkün deyil. Yaşı biraz yuxarı olan insanlar indiki gənclərdən bilirsiniz də narazıdırlar. Yəni çünki onların yaşadığı zəmanə ilə uyğunlaşmadıqlarını deyirlər, amma mən fikirləşirəm ki, dövr dəyişdikcə zəmanənin tələbləri də dəyişir də. Yəni ona görə məncə bugünkü gənclərin çoxunu, əksəriyyətini məncə qınamaq düzgün deyil. Çünki məsələn, baxsaq müasir dövrümüzdə yeni texniki avadanlıqlar çıxıbdı da, amma biz bunu keçmişə baxsaq, həmin avadanlıqlar yoxdur. İnsanlar bunu başqa şeylərdən əvəzləyib, belə deyim də, vaxtlarını başqa cür sərf edirdilər. Amma bugünkü gənclərə baxaraq biraz, yəni belə deyim də, onlardan razılıq bildirmirlər çoxu. Sizcə bu necədir? Mən tələbə vaxtı düşünürdüm ki, yaşlılar haqsızdır. Gənclər haqlıdır. Yaş artdıqca ki, mən yaşlı deyiləm, 27 yaşım var, özüm uşağam. Mənə elə gəlir ki, yaşlılar haqlıdır. Çünki təhsilsiz yaşlını da götürürəm, təhsilsiz cavanı da götürəndə, təhsilsiz yaşlı daha təhsillidir indiki təhsilsiz cavandan. Başa düşdünüz? Ortada bir nə idi olması intellektual səviyyə var. Mən deyirəm də, uşaq vaxtı düşünürdüm ki, yaşlılar oturub düşünürsən ki, yəni bu gün oturun özünüz fikirləşin ki, ancaq yaşlıların dediyi şeyləri eləsən, vallahi uduzmarsan. Əslində yəni burada o mənə elə gəlir ki, cavanlar
başa düşməliyik yaşlılara. Əslində Yaşlı o da da var, cavan. hə. Bu bir-biri ilə olan bağlı şeylərdir. Yəni qarşılıqlı Yəni, hörmət. hörmət də, sadəcə hörmət. Razı deyilsən yaşlı ilə, hörmət elə bitsin, getsin də söhbət. Düzdür. Yaşlı da ki, o özü hörmət eləyər, eləməz, o sənin özünə baxır. İndi keçirik maraqlı bir etapa. Yəni fikirləşirəm ki, biraz rəngləndirmək lazımdır söhbətlərdən sonra. İndi elə bir hissəyə gəlirik ki, burada artıq biraz düşünmək lazım olacaq. Bəzən elə olur ki, həyatda iki seçim arasında qalırıq. Hansı seçəcəyimizi bilmirik. Amma bu dəfə siz seçməlisiniz bunu. Buna görə də istəyirsinizsə başlayaq. Deməli, belə bir suallar hazırlamışıq. Siz 5 vərəq çəkəcəksiniz. Yəni bu hər vərəqin içində də seçimləriniz var. Oxuyacaqsınız və seçim eləyəcəksiniz. Yəni narahat olmayın, çətinə salmayın. 5 dənə götürün, bir-bir. Bir-bir götürün, elə oxuyub cavablayarsınız. Bunu qoyub onu gətirin. Gələcəyi 1 dəqiqə görmək bacarığın olsun, yoxsa keçmişdə bir şeyi dəyişmə imkanın? Gələcəyi 1 dəqiqə görmək bacarığın olsun, yoxsa keçmişdə gələcəkdə 1 dəqiqəni görmək bacarığın olsun. Keçmişdə qalıb. Bitib gedib də. Əslində məncə də. Mən əvvəl keçmişi fikirləşirdim. Maraqlı sualdır. Amma Gələcəyi 1 dəqiqə görməyi çox istəyərdim. Gələcək daha yaxşıdır. Hardasa bir 2035-də. Amma gələcəyi müsbət cəhətdən görəndə insan motivasiya olur. Bəs pis cəhətdən olsun. Pis görüb dəyişəcəm axı burada vəziyyəti. Hə, o da var. İndi digər sual. İzləyicilərin sənə hər gün məsləhət versin, yoxsa hər gün səndən məndən məsləhət alsın hər gün? Məsləhət alsın, bir şeylərlə bağlı. Ümumən məsləhət alsın. Kütlənin dediyindən gedənlər sənə gərək kütləyə nəsə verəsən. Hə, kütlələrdə həm də ki, kütlədə daha doğrusu fərqli fikirlər vardı. Onların hamısına qulaq assaq, yəni kütlənin apardığı yerə gedirsən. Tək insan daha sərfəlidir məncə qulaq asmaq. Hər zaman gülmək məcburiyyətində qalmaq, yoxsa heç gülməmək? Təbii ki, həmişə gülmək. Gülmək. Gülüş də ibadətdir. Amma belə bir şey dediyim, həmişə də belə güləndə necə olur? Burada elədir. Burada aeroportda düşürsən, yox xaricdə hava limanında düşdün, aeroport deməyək. Orfoqrafik normal pozmayaq. Hava limanında düşdün xaricdə, hamıya gülürsən, sənə çox normal gəlir. Burada hava limanında düşdün, güləndə sənə deyirlər nə gülürsən, ay qardaş, nə olubdu? Hə də. Orada haqlısınız, amma ki gülüş də belə bir dostun üzünə gülmək də ibadətdir. Gülməyi seçirik biz. Aha, indi. Başqasına baxaq. 3-4 oldu bu. Yox, 3-dür, 4-cü budur. 1 il boyunca heç bir səyahət etməmək, amma hər gün rahatlıqla evdə qalmaq. Elə bunu heç oxumayaq o birisini. Yoxsa 1 il boyunca hər gün fərqli ölkələrə səyahət etmək, amma heç rahat qalmır. Təbii ki, evdə. Mən ev adamıyam. Belə harasa evə qaçmaq istəyirəm başa. Buradan yolum evə düşsün, gedəcəm evə, sonra işimi görəcəm. Ev. Səyahət etməyi xoşlayırsınız bəs? Xoşlayıram, amma getdiyim yerdə də qalım da, oradan da tərpənməyim, başa düşdünüz. Hara istəyirsiniz gedək, problem yoxdur, amma dayanacam orada da. Mən passiv istirahət edirəm, qalım. Mən ikincini oxumaq istəmədim əslində. Əslində əsl istirahət o deyil. Çox insan oradan ora məsələn gəzir eləyir. Deyirsən onu, deyirlər ki, məsələn gəzmək, görmək, onlar da yaxşı deyil, amma bu mənim özümdür də qardaş. Mən dayanmaq istəyirəm. Bu 5-4 oldu, bu da 5-dir. Maraqlı insanlar. 10 milyon izləyicin olsun, amma dostların səni sevməsin, yoxsa 10 sadiq dostun olsun, amma heç izləyicin olmasın. Mən elə şey demək istəyirəm ki, deməsinlər ki, o video xatirinədir də, veriliş xatirinədir. Təbii ki, dost seçirsən də, vallahi. Bayaq dediyim kimi nankor kütlələrdir də. Sosial şəbəkə o qədər pisdir ki, 2 günə doğrudan düşmən ola bilirsən, 2 kəlməyə qəhrəman olursan. Amma bayaq dediyim əsl dost o qalır həmişə. Dost həmişə qalır. Dostu seçirik. Maraqlı idi. İndi digər etapa keçəcəyik. Yəni bundan bitməyibdi. Sizi deməli biraz əyləncəli hissəyə keçiririk. Digər etapımız bürc oyunudur. Amma bu sizin əlbəttə ki, subyektiv fikirləriniz olacaq. Yəni burada deməyək belə, çünki indi elə bilərlər astroloq falansınız. Deyiləm. Deyilsiniz, hə. Yəni bilirəm astroloq deyilsiniz, amma yəni ciddi bir test, elmi test deyil. Sadəcə olaraq 1 dəqiqə vaxt verəcəyik. 1 dəqiqə ərzində məsələn tutaq ki, atıram, ən sakit bürc hansıdır? Siz konkret bürcün adını deyəcəksiniz. Sizin subyektiv fikriniz olaraq ola bilər ətrafınızda gördüyünüz insanlardan belə nəticəyə gəlmisiniz. Çünki çox vaxt bir bürcü bir xarakterə
bağlayırıq da, deyirik məsələn, filan xaraktersə bu bürc ağla gəlir. Sizə də məncə elə bir şey var, istər-istəməz. Tamam eləyək. Başlayaq, timeri qoyaq onda. Hazırsınızsa başlayaq. Sadəcə bürcün adını deyəcəksiniz. Görək. Hamısı səhv çıxır. Bilmirəm çünki. İndi hazırsınızsa başladıq. Ən romantik bürc hansıdır? Şir. Ən intizamlı, planlı bürc hansıdır? Qız. Ən azadlığına düşkün. Ox atan. Ən yumor hissi yüksək olan. Əqrəb. Ən səbirli bürc. Tərəzi. Ən yaradıcı və sənətkar bürc. Qoç. Ən qısqanc bürc. Əkizlər. Ən unudan bürc. Əqrəb. Bəs ən tez ağlayan. Balıq. Ən çox yuxu sevən bürc hansıdır? Buğa. Ən tez bağışlayan bürc. Buğa. Ən tez əsəbləşən bürc. Oğlaq. Ən inadkar bürc. Oğlaq. Ən pozitiv və optimist bürc. Buğa. Ən dobra bürc, dürüst. Ox atan. Ən tərs və inadı güclü bürc. Əkizlər. Sözünü əsla çəkməyən, yəni bu da elə Qoç inadkarlığa. bürcü. Ən sadiq bürc. Qoç bürcü. Всё. Hamısı səhvdir. Ya sizin subyektiv fikirləriniz idi bunlar. Elə bildim əvvəlcə hazırlam. Siz Hə, yaxşı ki olmur da. Hamısı tərsindən çıxır. Hə, bu subyektiv Bu fikirdir. elə şeydir ki, hamı deyəcək mən eləyəm. Bu gün Dolçaya denən ki, Dolçu çox sadiqdir. Kim deyir ki, bu elə bir dənə mətn göstərin ki, Hə. desin ki, bu xəyanətkar bürcdür. Yoxdur da o. Var elə bir söz yoxdur. Yəni ümumi Hansını çoxdan tərifi qoy qabağına, oxatana da gedəcək. Ən inadkar deyəcək, mən inadkaram da, mən əkizlərəm. İnsandan Şirdə yenə insana mən dəyişir. əkizlərəm. Yalan deyir hamısı, boş işlərdir. Amma belə deyim, azadlığına düşkün bürc deyəndə Oxatandır. Oxatan dedinizə. Oxatandır. Oxatandır, Dolçada da görmüşəm məsələn. Dolçanın adını tərəzidə də. çəkməmişik biz burada, Hə, bayaq. çəkmədik. Nə heç bir salda çəkmədik. Mənim bürcümün adı çəkilmir heç yerdə. Bu qədər idi bizim söhbətimiz. Yəni ümidvaram ki, razı qaldınız, Təşəkkür maraqlı olar. edirəm mənə çağırdığınıza görə. Sizə Siz sağ uğurlar olun. arzulayıram. Çox İnşallah sağ olun. axırıncı olar. Yox İnşallah, gəldi. çox Uğurlar sağ olun. çoxlu-çoxlu. İnşallah sizlə də bəlkə başqa layihələrdə də bir yerdə iş görərik. Allah qoysun inşallah. İnşallah, çox Əmin sağ olsun. olun. Siz sağ olun. Bugünlük Xoş bu olun. qədər idi. Ümid eləyirəm ki, videonu bəyəndiniz. Happy Ayıb birthday deyə. to you. Bu çox sən niyə qoşulursan? Bu şeydən o qədər utanıram ki, Allah haqqı çox sağ olasınız. Mən sağ olun. çox utanıram. Bu evdə də belədir. Bu məni tanıyır da. Mən çox utanıram da elə şeydən. Amma başa Çox sağ olun. düşmüşdünüz. Bir 5 saniyə, 10 saniyə qalmış başa düşdüm. Başa düşdünüz, hə. Utandım da başa düşdüm. Mən çox Türkiyədə mahcup oluram elə şeyə. Amma çox sağ Xoşdur, olasınız. əsas odur ki, Var olasınız. sizin bu gün ən xoş Əstəğfurullah, var gününüzdür. olasınız. İstəyirsiniz dilək tutun, öpürəm. Dua eləyirəm gözlə. Amin. Amin deyə, amin deyin zəhmət olmaz. Amin. Bunu üfürürlər bunu. Hə, dilək tutub öpürəm. Sönür. Hayır, sönür. Çətinə salmamışam. Bir daha təbrik edirəm. Çox sağ sizi. olasınız. Çox sağ olun. Təşəkkür Bugün edirəm. vaxtınızı Utandırdınız, var ayırdınız, olasınız. gəldiniz.